istər uşaqlıq yolunun vəziyyətini, sallanma varmı, yoxmu, hansı dərəcədə sidik qaçırma varmı, yoxmu, hansı dərəcədə aralığın cırığı varmı, yoxmu? Bundan əlavə uşaqlıq boyunun vəziyyəti necədir? Təbii ki, daxili, belə deyək, cinsiyyət orqanları da, belə deyək, uşaqlıq, yumurtalıq və sair bunları da yoxlayırıq və ümumi check-updan keçirlər. Və artıq belə deyək, başqa bir problem aşkarlanmırsa, əməliyyatın həcmi seçilir. Bu müayinə, xüsusilə fizikal müayinə dediyimiz o vaginal müayinə mütləq aparılmalıdır. Yəni baxın, mənə sosial şəbəkələrdən hədsiz çox yazırlar, suallar verirlər və hər kəs bu əməliyyatın standart bir əməliyyat və hər bir pasiyentdə eyni olduğunu düşünür, amma elə deyil. Yəni müayinə zamanı biz artıq müəyyən başqa bir problemlər aşkar edə bilirik. Bu fizikal müayinə dediyimiz, yəni vaginal müayinənin icra edilməsi çox vacibdir. Çünki bir çox hallarda bir diaqnozla gələn pasiyenti yoxlayarkən artıq tamamilə başqa problemlər çıxır.